Salamlayıram mərkəzi müəllimlər. Bu günləri sizə yeni izahımızı təqdim edirik. 13 oktyabr 2025-ci il sertifikasiya müsahibə suallarının izahını gəlin dinləyək. Birinci sual belə verilib. İnteraktiv təlim nədir? Müəllimlər, interaktiv təlim müəllimlə şagirdin subyekt yanaşmasında qurulan bir müasir dərsi deməkdir. İnteraktiv təlim dedikdə biz anlayırıq ki, təlimi müxtəlif üsullar, müxtəlif metodlar, müxtəlif iş formaları, strateji, texnikalardan istifadə edərək şagird yönümlü qurulması deməkdir. İnteraktiv təlim şagirdlərin düzgün şəkildə motivasiya olunması, şagirdlərin düzgün şəkildə qiymətləndirilməsi, şagirdlərdə real həyatı bacarıqların formalaşdırılması və şagirdlərin öyrəndiyi bilikləri düzgün şəkildə bacarığa çevirib tətbiq etməsi üçün şərait yaradan bir təlimdir. İnteraktiv təlim bütün şagirdlərin müxtəlif xüsusiyyətlərini nəzərə alır və bu istiqamətdə də müxtəlif üsullardan istifadə edərək effektiv təlimin qurulmasıdır. Effektli təlim elə interaktiv təlim olaraq da qəbul edilə bilər, hansı ki, müasir dərs adlanır. Keçid alırıq digər sualımıza. Yoldaş qiymətləndirməsini şəffaf keçirilməsi üçün nə edərdiniz və yaxud da yoldaş qiymətləndirməsini şəffaf keçirirsinizmi? Bu tipli suallar verilib. Yoldaş qiymətləndirməsinin şəffaf keçirilməsi üçün biz birinci dərsin əvvəlində meyarları şagirdlərə düzgün şəkildə, açıq şəkildə söyləməliyik. Meyarlar şagirdlərə tam şəkildə aydındırsa və yaxud da meyarlar, keyfiyyət səviyyələri bir yerə toplanıb rubrika hazırlamışıqsa, rubriki şagirdlərə təqdim edirik. Qrupla iş, cütlərlə iş aparılmamışdan öncə sinifdə müəyyən prosedurlar, qaydalar da tərtib edə bilərik. İndi bu baxır çox saylı şagird olan siniflərdə bu mütləq aparılmalıdır. Yoldaş qiymətləndirməsinin şəffaf keçməsi üçün çalışırıq ki, təlimdə bərabər imkanlara riayət eləyək. Tapşırıqları verərkən şagirdlərin hər birinin potensialını nəzərə alaq. Onların yoldaş qiymətləndirməsini düzgün şəkildə aparması üçün vacib olan və uyğun olan iş üsullarını düzgün seçək. Məsələn, yoldaş qiymətləndirməsi akvarium və karuseldə aparılır. İş üsullarının düzgün aparılması üçün şagirdlərə öncədən bunun prosedurları verilməlidir. Nə etməlidirlər, necə etməlidirlər, burada vacib nədir? Çünki həmin iş üsulları bizə məlumdur. Həmin şagirdlərə isə heç bir, belə deyək, məlumatı yoxdur şagirdlərin. Buna görə də çalışırıq ki, iş üsullarımızı düzgün seçək, meyarlarımızı açıq şəkildə şagirdlərə bildirək, təlimdə bərabər imkanlara əsasən şagirdlərin potensialına uyğun tapşırıq verək, prosedur və qaydalar tərtib eləyək ki, bizim nəinki yoldaş qiymətləndirməmiz, hətta reallaşdırılmış bütün qiymətləndirmələr burada şəffaf şəkildə keçsin. Keçid alırıq digər suala. Yoldaş qiymətləndirməsini necə reallaşdırırsınız? Bu da ikinci istiqamətdə verilən sualdır. Nədir və necə reallaşdırırsınız? Yoldaş qiymətləndirməsi şagirdlərin birgə öyrənmə, əməkdaşlıq, ünsiyyət, rəyvermə bacarıqlarını formalaşdıran, sosiallığa açıq olmasını onlarda formalaşdırılmasına kömək edən bir qiymətləndirmədir. Yoldaş qiymətləndirməsi münasibət bildirmə, fikir əsaslandırma, düzgün şəkildə ünsiyyət qurma, münasibətlərin tənzimlənməsi üçün də böyük rol oynayır. Bu zaman biz akvarium, karusel iş üsullarından istifadə etməklə reallaşdıra bilərik. Və çalışırıq ki, öncədən şagirdlərimizin bir-birinə rəy vermə bacarığında onlarda formalaşdıraq. Düzgün rəy forması hansıdır? Konstruktiv rəy. Keçid alırıq digər sualımıza. Valideyn övladının təhsili ilə bağlı narahatdır. Bu halda siz nə edərsiniz? Və yaxud bu vəziyyətdə siz nə edərdiniz? Valideyn öz övladının təhsili ilə bağlı narahatdırsa, bu zaman onun narahatlığını aradan götürmək üçün birinci həmin valideyni maarifləndiririk, istiqamətlendiririk, bir növ deyək ki, valideynə yol göstəririk. Narahat olmaqla iş bitmir. Əgər şagirdin inkişafını təmin etmək istəyiriksə, valideyni də bu işdə bizə kömək olmaq istəyirsə, biz ona bütün istiqamətləri göstərəcəyik.
nəzarəti, diqqəti, sevgisi, lazım olan məqamlar, necə öz övladına dəstək ola bilər, nələrə diqqət etməlidir, nələr yoxlanılmalıdır. Bu istiqamətdə valideynlə əməkdaşlıq edərək həmin narahatlığı aradan qaldırırıq və şagirdin bir şəxsiyyət kimi yetişməsi üçün həm özümüz çalışırıq, həm də valideynə istiqamət veririk ki, narahat olmaqla, belə deyək, heç bir şey əldə olunmur. Əksinə, biz addımlamalıyıq, irəli getməliyik, çalışmalıyıq ki, bizim o narahat olduğumuz məqamlarda aradan qalxsın. Və digər suallar, müəllimlər, rəy soruşulub. Deyim ki, meyarlara uyğun rəylər soruşulub. Bunu da həmişə demişəm sizə. Bəzi müəllimlərimizə biraz qaranlıqlar var. Qoy bunu sizə izah edeyim. Əvvəlki videolarda bunu demişəm. Müəllimlər, ola bilər ki, qiymətləndirmə meyarlarında izah etmə, şərh etmə və digər sözlər yazılır. Amma siz elə düşünməyin ki, o bir sözlə siz rəy verəcəksiniz. Təlim məqsədində hansı bilik, bacarıq formalaşdırılıbsa, meyarda da həmin bilik, bacarıq öz əksini tapmalıdır. Və biz şagirdə rəy verəndə, orada həmin təlim məqsədində mənimsədilmiş bilik, bacarığı meyar şəklindəki təşkil etmişik. Həmin meyarda biz şagirdi 4 keyfiyyət səviyyəsi üzrə ayırırıq. Qeyri-kafi səviyyədə məsələn, çox zaman deyirik ki, əzbərçi şagirdlər olur. Yəni, sadə bacarıqlardır. Ya əzbərçilər olur, ya da sadə bacarıqları yerinə yetirir. Bu zaman onun düz etdiyini, yəni müsbətini, sonra yanlış etdiyini, yəni mənfisini və həmin yanlışı necə aradan qaldırmaq lazımdırsa, istiqamətini veririk. Bu da olur bizim düzgün konstruktiv rəyimiz. Da qiymətləndirmə meyarlarında 3 dənə söz yazıblar: izah etmə, şərh etmə, tətbiq etmə. Ancaq o 3 dənə sözə əsasən rəy verilmir. Təlim məqsədinə uyğun şəkildə cümlə formasında meyar çıxardılır. Meyarda məsəl üçün izah edib, şərh edib və yaxud tətbiq edib bu şəkildə qeyd olunur və 4 keyfiyyət səviyyəsi üzrə bölündükdən sonra siz artıq konstruktiv rəyinizi verə bilərsiniz. Və demək olar ki, icmallarda rəy qeyd olunmur. Rəyi müəllimin özünün verməsi daha gözəldir. Daha sonra mənə əlavə suallar da verilib şərhlərdə. Müəllimə, diaqnostik qiymətləndirmə bal üzrə aparılır. Həmin balı biz şagirdə deyirik. Harasa yazırıq. Diaqnostik qiymətləndirmə şagirdin potensialını, mənfi müsbətlərini, mövcud biliklərini nə dərəcədə yadda saxlayıb qavramasını aşkara çıxaran bir məqamdır. Tədris ilinin əvvəlində, yarım illərin əvvəlində aparılır. Sinifi və yaxud məktəbi dəyişdikdə aparılır. Diaqnostik qiymətləndirmənin nəticəsi şagirdə bildirməyimiz bir o qədər də vacib hesab edilmir. Biz sadəcə orada formativ qiymətləndirmədə hansı addımları atacağımız, planlaşdırmamızda necə dəyişiklik edəcəyimizi nəzərə alırıq və şagirdi inkişafı aparırıq. Bunlar hamısı formativdə olur. Diaqnostik sadəcə şagirdin potensialını müəyyənləşdirməyimiz üçündür. Mövcud bilikləri nə dərəcədə anladığını aşkara çıxarmaq üçündür. Müəllimin qeyd dəftərində, şagird portfelyosunda saxlanılır. Şagird və yaxud valideyn həmin portfelyoya baxış keçirmək istəyirsə, əlbəttə bu mümkündür. Bu da şagird portfelyo qiymətləndirməsi adlanır. Təhsil üçbucağı, yəni müəllim, şagird, valideyn həmin şagird portfelyosundan çıxışı var, yəni baxış keçirə bilər. Daha sonra müəllimə, bullyinqi necə müəyyən edərsiniz və aradan qaldırarsınız? Bullyinqi müəyyən etmək üçün anonim sorğu var, fərdi şəkildə danışmaq var, kiçik esselerin yazdırılması var. Lakin qarşısını almaq deyəndə birinci emosional intellekt, dəyərlərin formalaşdırılması, maarifləndirmək, təkcə şagirdləri deyil, həmçində onların valideynlərini maarifləndirmək, məktəb heyəti ilə əlaqəli olaraq hər birimiz hər zaman şagirdlərə daha çox diqqət yetirmək, kiçik bir məqamlar olduqda dərhal bunu bir-birimizə xəbər verib və bunun aradan qaldırılması üçün çalışmaqla qarşısını almaq olar. Biraz səhhətimlə bağlı olan problemdə səsimdə müəyyən bir yanlışlıqlar ola bilər. Üzrlü hesab edin, izləyin, abunə olun və hər birinizdən şərhlərinizi gözləyirəm. Əgər nəsə sualınız olarsa, buyurub yaza bilərsiniz.